Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin el-emin ve ala alihi ve ashabihi ve barik ve sellem ecmaîn. Allahümme entallah la ilahe illa ent el-vahidul ahadus samet ellezî lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli kardeşler, Allah Azze ve Celle hamdolsun. Bir daha bizleri yeniden öz zikri etrafında bir araya topladı. Hakikaten bugünkü mevzumuz da insanın ümumi yaşantısına nelere dikkat etmesi gerektiğini ona güzel şekilde çattıran bir dersdir, bir mevzudur. Allahu Teala İmam Nevevi ve diğer ehli sünnet imamlarını rahmet eylesin. Böyük bir miras qoyublar, böyük bir zığır açıblar, sadəcə olaraq oxumaq və oxunanı dinləmək və dua edib həyatımıza sirayət etməyə Allahın izni ilə əzm göstərmək lazımdır ki, bayaq da biraz üstündən keçdiyimiz bu çirkin gedişatın içində təmiz qala bilək. Və təmiz qalmaq üçün nə etmək lazımdır? Təmiz yerlərdə gəzmək lazımdır. Təmiz qalmaq üçün nə etmək lazımdır? Təmiz olan kimsələrlə bir yerdə olmaq lazımdır. Çünki Əhl-i Sünnətin böyük imamlarından olan İmam Əhməd rahmetullahi aleyh deyir ki, fasiklərin içinə tək gedib girmə, şübhəsiz onlar sənə yox, sən onlara bənzəyərsən. Hətta bəzi imamlar bir nəfər belə olsun, onunla dostluq etdiyin təqdirdə ona Allahın dininə dəvət et və mütəmadi olaraq onunla görüşməyə çalışma. Dinləyici olaraq səmimidirsə görüş. Yox, dinləyici olaraq səmimi deyil. Sadəcə sənin dostluğun onun xoşuna gəlirsə, səninlə vaxt keçirtmək onun xoşuna gəlirsə, bu təqdirdə onunla görüşmə. Çünki sənin əsas qayan Allahın dini və o dinin rəngidir. Ki, çirkin bir dost o rəngi sənin əlindən alar. Çirkin bir dost o rəngə bir müddətdən sonra xələl gətirər. Ki, Allah Azze ve Celle bizləri mühafizə eləsin bu haldan. Baxın, mövzunun adını qeyd edəndən sonra bir şeyləri inşallah vurğulayacağım. Mövzunun ismi idarəçilərin yaxşı köməkçi seçməsidir. Yenə deyirəm, burada idarəçi ancaq dövləti idarə edən şəxslərdən savayı Allahın dininin varisi olan bir kimsə ümumi yaşantısında hansı qərarları verəcək, hansı qərarları qəbul edəcək və verdiyi və qəbul etdiyi bu qərarların müstəvisində insanlara qulaq açır, insanlara qəlbini açır ki, onlardan həm mənəvi, həm də lisani olaraq nəsihətlər, məsləhətlər qəbul etsin. Bu təqdirdə insanın yanında kimlər olacaq, kimlər olmalıdır ki, doğru qərar qəbul etsin. İmam rahmetullahi aleyh ora toxunur. İnşallah birazdan bütün bu hədisləri falan bir yerdə zikr edəcək. Bir şeylər demək istəyirəm ki, həqiqətən ətrafımız, çevrəmiz bizim kimliyimizdir. Dostlarımız, yaxınlıq etdiyimiz insanlar bizlər üçün aynadır. Bax, həqiqətən insanın çevrəsi nə qədərdirsə, insan özü o qədərdir. Burada nə qədər saylarından getmir, keyfiyyətindən gedir. Yəni, sənin çevirən hansı keyfiyyətdədirsə, sən də o keyfiyyətdəsən. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əl-mərru alə dini xalilihi fəliyənzur əhədukum mə xalili. Fəliyənzur əhədukum mən yuxalili. Deyir, kişi dostunun dininin üzərindədir. Həqiqətən dostunu göstərdiyin zaman, həqiqətən dostunla görsəndiyin zaman insanlar sənin nə qədər olduğunu bilir. İnsanlar sənin kim olduğunu bilir, hansı keyfiyyətdə olduğunu bilir. Ona görə görsəndiyimiz, yəni insanların içine çıxdığımız və həmçinin fikir alışverişi elədiyimiz insanlara ümumiyyətlə vaxtımızı, dəyərli olan o zamanımızı keçirdiyimiz insanlara yaxşı fikir verməliyik. Baxın qardaşlar, pis dost özü ilə bərabər nə gətirər? Özü ilə bərabər dünyanın fikrini gətirər sənə. Pis dost özü ilə bərabər yaxşı məkanlardan uzaqlaşıb pis məkanlara meyl etməyə gətirər sənə. Pis dost özü ilə bərabər səbr etməyi səni unutdurub nankörlüğü gətirər. Çünki bu halların hamısı onda var deyə
sən də onunla bərabərsən deyə artıq salihlərlə bir yerdə olduğun, məsciddə olan qardaşlarınla bir yerdə olduğun zamanlarda əldə etmiş olduğun bütün bu İslami keyfiyyətləri nə edirsən? Onun varlığı səbəbilə özündən azaltdıqca azaldırsan ki, Allah qorusun, bir də baxırsan ki, o sənə yox, sən ona bənzəmisən. Hansı ki, şeytan səni nə ilə aldatmışdı? Onun yanında dayanda o da sənin kimi olsun və yaxud da sizlər kimi olsun. Amma fəhim sahibi, fərasət sahibi bir müsəlman ona bir müddət dəvət verdikdən sonra ondakı halı götür-qoy eləyir, ya daha da vaxtını ayırması gərəkdiyini, ya da artıq ondan uzaqlaşıb, onun şərrindən, onun yaxınlığından Allaha sığınması gərəkdiyini artıq qərar olaraq qəbul eləyir ki, bu onun xeyrinədir ki, ziyanına deyil. Çünki biz baxırıq bir-birimizə, biz baxırıq məsəl üçün övladını itirən qardaşımıza, biz baxırıq işini itirən qardaşımıza, biz baxırıq malını itirən qardaşımıza, biz baxırıq Eyyub əleyhissalam kimi bir xəstəliyin isabəti etdiyi təqdirdə etibarını itirən bir qardaşımıza görürük ki, bu insan deyir ki, Elhamdülillahi ala kulli hal. Hər haldan dolayı Allah'a həmd olsun, Allah'a şükürlər olsun. Amma bir digər İslam mənsubu olmayan və yaxud da İslam mənsubu olduğu təqdirdə İslami keyfiyyətləri daxilində barındırmayan bir qardaşımızın yanına getdiyimiz zaman nə olur? Deyək ki, məqsədim şikayət eləmək deyil. Lakin həqiqətən bu işsizlikdən dolayı belə olur. Məqsədim şikayət eləmək deyil. Amma gözümün qarası bir evladım vardı, o da öldü, alındı əlimdən. Məqsədim şikayət eləmək deyil. Lakin zövcəmlə aramda belə-belə sıxıntılar kimi şeylərə dəyinir, toxunur. Lakin tasavvuf əhli nə deyir? Tasavvuf əhli deyir ki, məhz deyir. Məhz hekayə etmək də şikayət etməkdir. Yəni bir şeyləri ümumiyyətlə danışmaq, dilə gətirmək. Onsuz da şikayət eləməkdir. Sadəcə olaraq şeytan bunun adına əvvəlinə sənin həmdi sənanı qoyur ki, orada neynəsin? Orada sənin gözünün önünə kamuflaj atsın, pərdə atsın ki, sən onu görməyəsən. Mən Rəbbimdən şikayət eləmirəm ki, hansı ki şikayət edirsən. Və bu nəyin bərabərində olur? Pis dostluğun, pis yoldaşçılığın bərabərində olur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm də bizi bu kimi hallardan, bu kimi dostluqlardan çəkindirir. Baxın, dəyərli qardaşlar, Nəbi aleyhissalatu vesselam buyurur ki, müttəqilər müstəsna, daha doğrusu Allah azza və cəllə Zuhruf 67-də buyurur ki, estağfirullah, müttəqilər, yəni təqva sahibləri müstəsna olmaqla o gün dostlar bir-birinə düşmən kəsiləcəklər. Dostlar bir-birinə düşmən kəsiləcəklər. Dünyada dostluq etdiyin insanlar, yenə deyirəm, İslam üzəri olduğun təqdirdə cahiliyyə həyatı yaşayan insanlar, pis vərdişləri olan, pis atmosferə, pis yəni ortama belə deyək, sahib olan insanların birinci dostluğuna, sonra yaşamış olduqları həyata meyl etməyin səbəbilə onların ortamına qatılman, onların ortamında olduğun təqdirdə Allah azza və cəllənin səni onsuz da bir zamanlar bu zillətdən çıxardıb da izzətləndirdiyini unutman səbəbilə nə olur? İzzəti başqa şeydə axtarırsan ki, Allah azza və cəllə sənin öz halınla, öz əlinlə hazırlamış olduğun o həyatı sənə yaşadır. Çünki bir zamanlar Rəbbimiz bizi nə etdi? Bir zamanlar Rəbbimiz bizi zillət libasından soyundurdu və izzət libasını geyindirdi əynimizə ki, Allah qorusun, həqiqətən bir möminə oda girməkdən daha betər olur. Nəbi sallallahu aleyhi və səlləm buyurur. Küfrə girmək, şirkə girmək, o kimi şeylərin içində bulunub onun fərqinə varmamaq, Allah qorusun, oda girməkdən daha betərdir, qardaşlar. Çünki sən Allah azza və cəllənin sən üzərində cəm olmuş olduğu rəhmətdən dünya zinətlərinə meylin səbəbi ilə üz döndərirsən. Baxın, bunu tez-tez beynimizdə təkrarlamalıyıq. Hətta gözəl salihlərin belə bir gözəl duası var. Evdən deyir, bayıra çıxdın mı deyir, ey Allahın qulu. Evdən bayıra çıxdığın zaman deyir ki, ya Rabbi, məni çöldə olduğum bütün hallarda sağımı və solumu, önümü və arxamı salih qullarınla ruziləndir. Baxın, məscidə gedirsən, bu duanı edirsən. Görürsən ki, sənin sağında və solunda
Həqiqətən Allah Azza və Cəllənin ayətləri tilavət etdiyi zaman muti halda olan, gözündən yaş damlayan və heç bir hal, yəni zahiri olaraq heç bir şeyi sənə çatdırmasa belə, ixlasıyla, salihliyi ilə Allah Azza və Cəllənin onun içindəki auraya səni isabət etdirən birisi ilə ruziləndirməyini istə Allah Azza və Cəllədən. Deyən, ya Rabbi, sənin məscidinə gedirəm, sənin dəvətini icabət edirəm, mənim sağımı və solumu salihlərlə ruziləndir. Müəyyən hara getdiyindən asılı olmayaraq hər yerdə bu duanı ilə Allahım mənim sağımı və solumu salihlərlə ruziləndir. Yəni bu da bir ruzidir. Ruzi ancaq geyiləcək paltar, yeyiləcək yemək deyil ki, bu da ruzidir ki, salih insanlarla dostluq eləyəsən. Vallahi qardaşlar, ətrafımızda salih insanlar olmadığı təqdirdə bu dünya həqiqətən çəkilməyəsi bir yerdir. Həqiqətən çəkilməyəsi bir yerdir. Mən təəccüb edirəm, ümumiyyətlə, yəni bizim hər birimiz, İslam fərdi olan hər bir insan cahiliyə həyatı yaşayan insanlara təəccüb edir. Bilirsiniz niyə təəccüb edir? Təəccüb eləməli də hətta. Çünki onların tutunacaqları bir şey olmadığı təqdirdə, gözlərini tikmiş olduqları Allahın vədi olmadığı təqdirdə, hazırlamış olduqları bir gözəl sonluq olmadığı təqdirdə onlar nə deyib yaşayırlar? Anlaşıldı mı? Yəni bu dünya onlar üçün belə deyək, daha fikirləri yaxınlaşdırmaqdan ötürü bu dünya onlar üçün həqiqətən hansı marağı kəsb edir? Nə qədər maraqlıdır, nə qədər yaşanması yerdir bu dünya bir insan üçün? Allahın vədi olmadığı təqdirdə, insan müsəlman olmadığı təqdirdə, Allah Azza və Cəllənin həddləri ilə yaşamadığı təqdirdə və yanındakı insanlara bunu təlqin etmədiyi, bunu dəvət etmədiyi təqdirdə. Məsələn, bu gün bir-birimizi axtarırıq, bir-birimizə zəng eləyirik, elə deyil. Həqiqətən hardasan, nə edirsən və yaxud gedək çay içək, gedək bir şey eləyək, yemək yeyək. Soruşuruq bu gün. Amma Allah Azza və Cəllə Məaric surəsində buyurur ki, Əstəğfirullah və yəsəlunə həmimun həmimə deyir. O gün dost-dostu soruşmayacaq deyir. Müfəssirlər deyir ki, o gün dost-dostu axtarmayacaq ümumiyyətlə. Nəyin ki soruşmayacaq? Heç ümumiyyətlə qarşılaşmaq istəməyəcək ondan. Biri var soruşasan və yaxud da soruşmayasan. Biri var içindən dua edirsən ki, Allah eləsin qarşılaşmayayım. Qarşılaşmaq istəməyəsən, cahiliyə bir həyatı sürdüyün dostunla müəyyən Allah Azza və Cəllənin və onun Rasulü sallallahu aleyhi və səlləmin rıza göstərmədiyi, bəyənmədiyi, razı olmadığı məclislərdə onunla bulunduğundan dolayı o insanla qarşılaşmaq istəməyəsən. Və yaxud da özünün müsəlman, onun da özünü İslama nisbət eləyən bir cahil, yəni İslam şərtlərinə uyğun bir həyat yaşamayan dostun olduğundan dolayı sənin yaxandan yapışacağını bildiyindən dolayı onunla qarşılaşmaq istəməyəcəksən. Çünki Nəbi sallallahu aleyhi və səlləm nə deyir? Deyir ki, o gün bir insan gətirirlər, deyir. Allah Azza və Cəllənin huzurunda deyir. Yapışar kişinin yaxasından və ondan haqqını tələb edir. Və qul da, yəni bu İslam mənsubu olan, əmri bil məruf etməsi gərəkən, münkəri nəhy etməsi gərəkən bu İslam mənsubu kişi də deyər ki, ya Rabbi, and olsun sənin izzətinə və cəlalına, məndən haqqını tələb edən bu kişini mən tanımıram. Lakin insan qətiyyətlə haqqını tələb edir və deyər ki, sən yalan deyirsən. Sən mənimlə qarşılaşdın, məni bir münkər üzərinə gördün, məni bir çirkinlik üzərinə gördün və məni nə əlinlə, nə dilinlə düzəltmədin. Qəlbdə buğz eləməyə nə var ki? Hamımız qəlbimizdə deyə ya, filan kəsin halına bax, çıxaq gedək. Yəni bir növ belə deyək də, qadın psixologiyası. Anlaşıldı mı? Etinasız yanaşan kişilər, belə deyək, içində dərdlənən qadınlarla eyni psixolojiyaya sahib olur. Qaldı ki, bu sənin bir-iki dəfə münkər üzərinə gördüyün insandır. Qaldı ki, sənin dostluq etdiyi və daimi yaşantısı münkər üzərinə olan birisi gör səni nəinki yaxandan, hətta şalvarının balağından belə buraxmayacaq. Qaçmaq istəsən də əl çəkməyəcək, çünki onun gözünü tikdiyi nədir? Onun gözünü tikdiyi həqiqətən də sənin üzərində haqq sahibidirsə ki, bunu İslam alimləri belə göstərir. Həqiqətən
səndən əlini oradan bir şey əldə etmək üçün çəkməyəcək. Ona görə qardaşlar, əgər dərdləniriksə, səmimi olaq. İkinci, nəfsimizlə danışmağı bacaraq. Oturaq özümüzlə danışaq. Deyək ki, mən bu bir nəfərin, iki nəfərin yanına Allahın dini üçünmü gedirəm, yoxsa köhnə travmalarım xodlanıbmı deyə gedirəm. Hamımızın keçmişə bağlı travmalar var da. Hamımız müəyyən iaşə obyektlərində oturub, əylənib və yaxud da məsəl üçün müəyyən bir əyləncənin niyyəti ilə getmişik ora. Sözümü nəyə gətirirəm? İstər bu məclisdə iştirak edən qardaşlar olsun, istər bu dərsi izləyən qardaşlar olsun. Köhnəyə bağlı zövqlər xodlandığı zaman, yenidən ərsəyə çıxmaq istədiyi zaman bundan Allaha sığınmaq lazımdır. Allaha sığınıb o günlərin sənə zəlalətdən, o günlərin sənə bəladan, o günlərin sənə hörmətsizlikdən başqa bir şey gətirmədiyini xatırlamaq lazımdır. Baxın, bizim hamımızın tanıdığı əhl-i sünnətin ədalətindən söz etmədiyi, daha doğrusu söz etməyə doymadığı Ömər ibn Xattab radiyallahu anh gənc yaşında səfir idi. Yəni Qureyşin səfiri idi. Gənc yaşında. Əzəmətli, ehtiramlı birisi idi və çox gözəl də geyinərdi. Lakin illər sonra Əbu Ubeydə bin Cərrahə nə deyir? Deyir ki, Əbu Ubeydə bin Cərrah deyir ki, ey möminlərin əmiri deyir. Libasını dəyişdir. Çünki deyir, Qüds xalqı, bu Şam xalqı, Fələstin xalqı geyimə fikir verir. Sirada gəlir ki, deyir, əlini deyir, quma alır, deyir, səpir deyir Əbu Ubeydənin üzərinə. Gözlərini, üzünü atır. Və deyir ki, deyir, ey Əbu Ubeydə deyir, mən sənə nə deyim deyir, içimizdə dünyanın aldatmadığı bir sən var idi. Səni də deyir, dünya aldatdı. Və dalınca tarixə düşən bu sözləri deyir ki, bir zaman bizlər deyir, zillətdə idik. Allah Azza və Cəllə bizi o zillətdən çıxardı deyir və izzətləndirdi. Əgər yenidən biz deyir, izzəti başqa şeydə axtarsaq, şübhəsiz ki, Allah Subhanahu və Teala bizi yenidən zəll edər. Yəni, izzəti ümumi olaraq gəzəcəyimiz, istirahət edəcəyimiz, dostluğu səbəbi ilə müəyyən mənfəətlər əldə edəcəyimiz insanlara yükləsək, vallahi qardaşlar, zəll olmağa məhkumuq. Bizlər yanımızda gözəl insanlar istəyəcək, bizlər yanımıza gözəl insanlar yetişdirəcək potensialda insanları. Belə olmalıyıq. Arzu eləməliyik ki, bu insan salihliyi səbəbilə sənin yanında olsun və sən ona xidmət edəyəsən. Amma salihliyi səbəbilə. Şükür etməyi ondan öyrənəsən deyə. Səbr etməyi ondan öyrənəsən deyə. İslami bir yaşantının yaşaması səbəbilə o yaşantının sənə sirayət etməsindən dolayı sənin yanında olsun və sən ona xidmət edəsən. Yerlərin və göylərin bütün, belə deyək, mülkünə sahib olan əzəmətli Allaha hamd olsun ki, dünya malına sahib olan yüzlərlə, minlərlə insandan qat-qat sənin üçün daha xeyridir. Çünki Allah öz Peyğəmbərinə axirətin onun üçün dünyadan daha xeyirli olduğunu söylüyor. Bizlər onun ümməti isə və bu insan bizi axirətə gedən yolu asanlaşdırırsa, axirətə gedən yolda sən ona elə görsənir, sən ona xidmət edirsən. Həqiqətən zahiri baxdığımız zaman elə görsən ki, sən ona çay verirsən, sən onun kitabını gətirirsən, sən ona ehtiram göstərsən. Əslində o sənə xidmət edir. Səni alır kürəyinə, səni axirətə daşıyır. Və yaxud da tutur səni sürüyə-sürüyə axırı, cənnətə daşıyır. Yəni sən zahiri olaraq sən eləyirsən. 5 dəqiqəlik, 10 dəqiqəlik nəsə bir şey eləyirsən ya da eləmirsən. Əsl etibarla güc ona düşür, o salih kimsəyə düşür. Çünki artıq o sənin üzərində məsuldur. Salihliyi dərəcəsindən dolayı o sənin üzərində çobandır artıq. Və sən çalışmalısan ki, onu əldən qaçırtmayasan, onu əldən verməyəsən. Ona görə dəyərli qardaşlar, bu kimi hallarda, yenə deyirəm, insanlara görüntü verdiyimiz şəxslər olsun və yaxud da yalnız aləmlərin Rəbbi olan Allahın bizi bir qapalı məkanda izlədiyi şəxslər olsun. Onlarla orada etdiyimiz söhbətlər olsun. Hər bir şeydə diqqətli olmalıyıq. Məsələn, Nisa surəsində Allah Azze və Cəllə buyurur ki, deyir,
Onlar deyir boş danışıq gördüyü məclislərdə deyir dayanmazlar, deyir, ayaq saxlayıb gedərlər. Burada bir insanın küfründən Allaha orada belə deyək, dəxlisiz şeyləri izafə etməsindən deyilmir ki, boş danışıq gördükləri təqdirdə deyir. Qalmazlar orada. Amma biz dost seçimində yanılsaq əgər, bizim qulağımız boş danışıqdan savayı Allah korusun. İslam dininə nisbət olunmuş məsxərəli sözlərlə də nə olacaq? İşğal olacaq. Və qulağın səlim, salamat olmadığından dolayı bu sənin bir müddətdən sonra qəlbinə yansıyacaq ki, artıq Allahın üzərinə ayət indirdiyi o istehza mövzusunda, istehza məclisində sən də orada bulmuş olasan ki, Allah qorusun dinimiz əldən gedər. Dinimiz əldən gedər. Ona görə diqqətli olmaq lazımdır. Və Nəbi sallallahu aleyhi və səlləm buyurur ki, Əbu Said Əl-Xudri və Əbu Hüreyrə radiyallahu anhumadan rivayət olunur ortaq olaraq. Deyir, aleyhissalatu vesselam Efendimiz belə buyurdu. Allahu Teala'nın göndərdiyi hər peyğəmbərin və başa gətirdiyi hər xəlifənin mütləq iki cür yardımcısı olmuşdur. Bunlardan biri ona doğru yolu göstərər və buna təşviq edər. Digəri pis yolu göstərib ona təşviq edər. Yəni ikincisi, Allahın qoruduğu kəs günahdan uzaq durandır. Baxın, olduğun ortamda səni xeyrə çağıran, gözəl sözə təşviq edən və qəbul etməli olduğun qərarlarda səni haqqı deyən şəri ölçü ilə bu məsələni sənin üçün ölçüləndirən birisi də olacaq. Sənin ona ağıl soruşduğun zamanda öz nəfsi ilə danışan, öz nəfsi ilə hökm verən, məsələyə öz nəfsi ilə yanaşan dostun da olacaq. Bu istəyir sənin xəlifən olsun, bu istəyir sənin köməkçin olsun, bu istəyir sənin dostun olsun. Hər iki halda məşvərət, rəhmət olduğundan dolayı sən ağıl soruşasan və Nəbi sallallahu aleyhi və səlləm buyurur ki, bunun ikisi deyil olacaq deyir sənin yanında. Hələ də müəyyən məqamların sahibi və idarəçisənsə, qaçınılmazdır bu hal. Ola bilər ki, sıravi insanda olmasın, elə biri olsun. Amma müəyyən məqamların sahibi olanda və o insan da o məqama sənə vəzirlik edəcək, sənə xəlifəlik edəcək, sənə katiblik edəcək, vəzifəyə qədər qalxıbsa, ya içində Allah qorxusu daşıyır, ya da dünya sevgisi. Ya sənin fikrinə, sənin qərarına öz sevgisini bulaşdırıb, səni zəlalətə sürükləyəcək, ya da Allah qorxusundan dolayı orada ölçülü olacaq ki, şübhəsiz də bu sənin lehinə olacaq ki, əleyhinə olmayacaq. Ona görə Nəbi sallallahu aleyhi və səlləm deyir ki, Allahın qoruduğu kəs də, yəni ikinci kimsədən Allahın qoruduğu kəs kimdir? O pis fikirlərdən məhz deyir, günahdan uzaq duran kimsədir. Ona görə biz birinci yaşantımıza fikir verməliyik ki, bax qardaşlar, bunu da xüsusilə qeyd edeyim, özün özlüyündə yaşantına fikir verməlisən ki, Allah Azza və Cəllə təmiz qadınları təmiz kişilərə nəsib elədiyi kimi, belənsinə sənin yaxşı yaşamağından dolayı, sənin təmiz yaşamağından dolayı təmiz kişilərlə səni dost eləsin. Salih yaşantıya niyyət elə ki, Allah salihləri sənin üçün nəsib eləsin. Salihlərlə lütfləndirsin səni. Ona görə birinci, ələxüsus da bu mövzuda birinci özümüz yaşantımıza fikir verməliyik. Biz yaxşı olmalıyıq ki, Allaha sağımızı solumuzu yaxşılarla ruzləndir deyə əllərimizi qaldıra bilək. Ondan bunu təmənni edə bilək. Və Ayşə radiyallahu anhədən rivayət edildiyinə görə Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu. Allahu Teala bir dövlət başçısı haqqında xeyir murad etdiyi zaman ona unutduğunu xatırladığını həyata keçirməyə yardım edən doğru sözlü köməkçisi verər. Unutduğunu xatırladan və xatırladığını həyata keçirməyə yardım edən doğru sözlü bir köməkçi verər. Əgər Allahu Teala həmin dövlət başçısı üçün xeyir murad etməzsə, ona unutduğunu xatırlatmayan həmsinin, xatırladığını da
həyata keçirməyə yardım etməyən pis köməkçi verər. Demək ki, bayaq bundan, bu hədisi oxumazdan öncə nə zikr elədik? Bir insanın özü gərək düzgün həyat yaşasın ki, Allah Azza və Cəllə onun səmiyyətindən dolayı ona xeyri murad eləsin və ona bu kimi köməkçi ilə ruziləndirsin. Allah Azza və Cəllədən təmənnimiz, niyazımız budur ki, bizim sağımızı, solumuzu salihlərlə ruziləndirsin. Həqiqətən səbir və səbat olması, göstəriləsi bir yoldayıq. İslam müstəvisi üzərindəyik. Allah Azza və Cəllə bizləri təşviq etdiyi, tövfiq etdiyi bu yolda müvəffəq eləsin. Və şəxsim adına heç istəmirəm və bilirəm ki, hamımızın qayəsi, hamımızın istəyi budur. Rəbbimiz imanlı yaşayıb, imanlı ölməyə bizləri nəsib eləsin. Və axiri və də'vana inilhamdülillahi rabbil alemin.